Verilmiş nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Sonuncu misrada iki söz fərqli tələffüz olunur. Tozlu olur, tozdu, bir diyarla qucaqlaşmışam. İki söz yox, göründüyü kimi üç söz fərqlənir. İşarə qoyulmuş sözdə qarşılığı olmayan iki müxtəlif cingiltili samit işlənmişdir. Geyinmiş sözü burada nımı kimi deyilir. Deməli, iki müxtəlif yox, iki dənə eyni. Yəni, iki dənə m samitidir ki, onların qarşılığı yoxdur. Ona görə bu da yanlış fikirdir. Bütün sözdən orfoqrafiyası doğrudur. Yəni, yazılışı baxaq. Al yaşıl geyinmiş uca dağların qartallı qoynundan uzaqlaşmışam, könül bulandıran, xəyal küstürən tozlu bir diyarla qucaqlaşmışam. Bəli, doğrudur. Üçü seçə bilərik. Tünd qara hərflərlə verilmiş sözün tərkibində q, y, n səsləri var. Qoynundan olur, qoynundan. Bəli, bu da doğru fikirdir. Bütün misralarda yazılış və tərəssüf fərqlənən söz işlənmişdir. Misal üçün, burada geyinmiş sözüdür. Burada uzaqlaşmışam, qoyundan sözü. Könül bulandıran, xəyal küstürən. Burada isə üçüncü misrada fərqli tələffüz olunan söz yoxdur. Deməli, 5-də yanlış fikirdir.